Meracda Peyğəmbər Allahdan soruşur ki, orucun təsiri nədir? Mütəal Allah belə cavab verir ki, orucun təsiri hikmətdir. Hikmət mərifətə səbəb olur. Mərifət yəqin gətirir. İnsan yəqin mərhələsində olanda, çətinlikdə yoxsa asayişdə və ya rifahda olmasının onun üçün heç bir fərqi olmaz. Qiyamət günü görəcəyik ki, çətinlik, bədbəxtlik, asanlıq, xoşbəxtlik deyilən şeylər yox imiş. Nəfs insanı haldan hala salırmış. O qapıdan bu qapıya, o yerdən, o məkandan bu məkana gəzib dolaşmışıq və ömrümüzü israf eləmişik. Oruc təqva vasitəsilə nəfsimizdəki çalxalanmaları aramlıqla əvəz eləyir. İstəyir zənginləşəndə və yaxud fəqirləşəndə, istəyir xəstələnəndə və yaxud gümrah, sağlam olanda, istəyir əzzini itirəndə, istəyir böyük müvəffəqiyyətlərdə sənin halın dəyişməz. İlahi ziyafət ayındayıq. Allahın açdığı ziyafət süfrəsinə toplaşmışıq. Bir qonaqlığa çatmışıq ki, nə yeyən doyur, nə nemət azalır. Bir tarlaya çatmışıq ki, hər kəs nə qədər bitsə də qurtarmaz. Nə qədər istəyir, biçib aparsın. Fürsətlərlə dolu bir aydayıq. Bu fürsətlər dediyim kimi, bəlkə də ömrümüzün son fürsətidir. Ümumiyyətlə, mərifət əhli belə günləri, belə fürsətləri son fürsətləri kimi yaşayarlar. Ziyarətə gedəndə də, namaza duranda da son fürsətləri kimi yaşayarlar. İbadətin müəyyən məsafələrdə, müəyyən vaxtlarda, müəyyən zamanlarda olmasının əsas məqsədi odur ki, insan məsələn hər namaza son namazı kimi yanaşsa, təsəvvür edin ki, namazlar arası vəziyyəti necə olur? Onların arasındakı zamanı daha keyfiyyətli eləyir, daha bərəkətlə doldurur. O vaxtı daha düzgün və dolğun istifadə eləyir. Arif insanlar hər günün, hər anın qədrini bilirlər. Deyirlər ki, neyin səsindəki nalə qamışlıqdan ayrı düşdüyü üçündür. Bu Mövlanənin sözüdür. Arif insanlar Allahdan ayrı keçirdikləri hər an üçün nalə eləyərlər. Bizim kimi insanlar bir ömrü Allahsız keçirdir, hələ ayılmır. Hələ dəyişiklik baş vermir. İnsanlar da var ki, hər anı üçün bir anı qəflətdə keçirsə nalə eləyər. Bu ayda Allahın rəhməti ilə, məğfirəti ilə bağlı o qədər zəngin məlumatlar var ki, zaten ay daxil olandan daxilimizdə elə bir fərahlıq var ki, adam bağışlandığını, rəhm olunduğunu daxilən hiss edir. Allah böyükdür və onun böyüklüyünə görə ümidimiz çoxdur ki, biz də bu Ramazanda bağışlananlardan olarıq inşallah. Ümidimiz onadır. Amma sonramızdan nigaranıq. Sonra necə olacaqdır? Sonramıza hazırıq mı? Ramazan sonrası necə olacaq vəziyyətimiz? İmam Səccad əleyhissalam buyurur ki, İlahi, sən məni bağışladın və sonra nə eləyim? Belə bir şeylər görübsünüz, bilmirəm, görməyibsizsə də asanlıqla zehninizdə yaranar. Ağası bir qulu açıb azad eləyir. Gedə bilmir, getməyə yer tapmır. Bir fikirləşin ki, illərlə, yəni bir yaralı halda götürülüb bir saxlanılan bir çöl heyvanını açıb buraxırsan. Bir tərəddüdü bilmirəm, gözünüzün qabağına elə bir şey gəlir, bir anlıq bir tərəddüd və mən nə eləyim indi, necə eləyim mən? Elə bir şeylər gözünüzün qabağında yəqin ki, canlanır. Ramazandakı bağışlandıq, bəs sonrası? Sonrası bu bağışlamaq adlı bəxşişi bizə verənin gözünə necə baxırıq biz? Sən bağışladın, deyir ki, bağışladım, get, buyur, açdım, buraxdım səni. Bunu istəyirdin? Fəryadım buna görə idi ki, bağışla məni, mən də bədbəxt olaram, birdən bağışlanmaram, bağışlanmamaq bədbəxtlikdir, bağışladım səni. İndi bir anlıq özümüzü elə fikirləşək, çönüb Allahla qarşı-qarşıya dayanmaq. Məni Ramazandan necə buraxırsan,
və sən məni buraxdığın vəziyyətimi nə qədər qoruyub saxlaya biləcəm. Məsələ budur. Biraz da bunun üstündə fikirləşməyin yeri var. İnsan gərək özünü qorusun. Nələrlə ki özünü zayi etmişdi. Gərək bu Ramazanda hamının bir fərdi, daxili bir fəryadı olsun. Desin ki, Allah, mən özümü yaxşı tanıyıram. Özümü yaxşı tanıyıram. Məni namazlara biganəliyimlə başlı-başına buraxma. Bu Ramazanda o məsələmi həll elə. Məni filan günahlarımla hara öz başına buraxırsan? Əgər o günah üzərində mən kontrolu ələ ala bilməyəcəmsə, nəfsimə hakim ola bilməyəcəmsə, güclü tərəf mən ola bilməyəcəmsə, mən onunla təkbətək qalmaqdan qorxuram. Dəfələrlə mən o günahla, o haramla tək qalmışam, qalib olan o günah olubdur. Bilmirəm, keçən dəfə bir məclisdə dedim, Kimya-i Səadət kitabında, Qəzalinin Kimya-i Səadət kitabından bir misal. İki gənc, nəfsin islahı ilə məşğul olan iki gənc səyahətə çıxırlar, yol gedirlər. Bir şəhərin yanından keçəndə deyirlər ki, birimiz burada qalaq, əşyaların yanında, birimiz gedək şəhərə, ehtiyaclarımızı alaq, gələk, yolumuza davam eləyək. Şəhərə gedən gedir, ehtiyacları alır, qayıdıb gələndə görür ki, qoyduğu yoldaşı hönkür-hönkür ağlayır. Niyə ağlayırsan? Deyir, bir qadın gəlmişdi. Elə bildim ki, sədəqə istəyir. Gördüm ki, bu məndən dinimi istəyir. Onun vahiməsi onu basıb və ağlayır. Görür ki, şəhərə gedən bundan da möhkəm ağlamağa başlayır. Deyir, sən niyə ağlayırsan? Deyir, birdən də sənin yerinə mən olardım. Mən necə olardım onda? Bu nə imtahandır? Bu nə ağır sınaqdır? Şeytan öz vədinə sadiqdir. İndi biz də bir vəd verib Ramazandan ayrılırıq. Bu Ramazandan sonraki vəziyyətimizdə üstünlük kimdə olacaq, onun haqqında fikirləşmək lazımdır, düşünmək lazımdır. Hamı özündəkini bilir. Hamı özündəkini bilir ki, harda özünü zay eləyibdir, nəyə bulaşıbdır, hansı çirkabın içərisindədir. Mən bugün birindən danışmaq istəyirəm. İnsan özünü qorumaq üçün çox diqqətlə riayət eləməli olduğu bir məsələdən danışmaq istəyirəm ki, Ramazanda da əsas məsələlərdən biri, Ramazan ki, oruc ki, hikmət yaradır, əsas hikmətlərindən biri də budur, daxilindəki əsas hikmətlərindən biri də budur. Danışığa nəzarət, dilə nəzarət, sözə nəzarət. Zatən orucu batil edən işlərdən biri də nədir? Allahın, Peyğəmbərin və Əhl-i Beytin adından yalan danışmaq. Zatən bu orucu batil edən şeylərdən biridir. Zatən bir söz orucu deyilən bir qavram var. Əxlaq alimləri onunla danışırlar. Ki, orucluq təkcə ac qalmaqla, mədənə bir şey yollamamaqla bitmir. Gərək danışığını da qoruyasan, orada da pəhriz eləyəsən. İnsan özünü qorumaq üçün dilinə nəzarəti gücləndirməlidir. Bu Ramazandan sonra bəzilərimiz ondan başlamalıyıq. Nəfsinə sahiblik etməyi bacaran insan dilini qorumağı da bacarmalıdır. İnsanın ən çox xətaları dilindən çıxar. Ən çox günahlar dildən baş verər. Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə, gərək öz dilini kontrolda saxlasın, nəzarətdə saxlasın. İnsanın dili düzəlmədiksə, qəlbi düzəlməz, qəlb islah olmaz. Dil islah olmasa, qəlb də islah olmaz. Sükut özü hikmət qapılarındandır. Hədis var ki, hər səhər insanın bütün əzaları dilin qarşısında yalvarar. Deyər ki, bizim haqqımıza əda elə. Boş, mənasız, sancan sözlər danışmaq, birinə atmaca atmaq, birini lağlağıya qoymaq, qeybət olsun, böhtan olsun, yalan olsun, xəbərçilik olsun, söz daşımaq olsun, ara vurmaq olsun, nahaq danışmaq olsun. Bunlar hamısı insanın dili ilə, danışığı ilə elədiyi günahlardır, elədiyi səhvlərdir, xətalardır. Onların içərisində daha betərlərindən biri də dil yarasıdır. Dil yarası, yəni sözünlə kimisə sancmaq, azlamaq, acı dilli olmaq, söz ilə kimisə küstürmək, kimisə utandırmaq, kimisə qızartmaq, alçaldıcı rəftar eləmək.
Çox insanlar görürsən ki, özünə xidmət edən insanla çox pis danışırlar. Bir ofisant fikirləşin, satıcı fikirləşin, xidmətçi fikirləşin. Xidmət sahəsində işləyir, işin adı sənə xidmət eləməkdir. Görürsən ki, onunla sanki bir quluymuş, nökəriymiş kimi rəftar eləyir. Və yaxud da bir nəfərə bir müsibət üz verəndə, yəni bir işdə sən belə demişdin ki, bunu eləmə, o da onu elədi və başına iş gəldi. Mən bilirdim, 100 dəfə demişdim, sənə yaxşı olur, sənə haqq olur. Bu sözlər hamısı dil yarası sayılır. Dili ilə sancmaq sayılır. Mömin insanlar xəbərdarlığı əvvəlcədən eləyərlər. Ağlı kəsmədiyi bir iş varsa, qardaşına, əzizinə, dostuna, övladına xəbərdarlığı əvvəlcədən eləyər. Amma elə ki, o xətanı elədi, o xəta baş verdi, onu tənə eləməz. Ondan sonra kömək eləyərlər. Ondan sonra deməzlər ki, elə sənə yaxşı olur. Sən belə olsan yaxşıdır. Mən sənə demişdim. Bu cür üsullarla acdilli olmağın əzabı ağır olacaqdır. Əgər bu həyatda ağır günlərdən, çətin sınaqlardan uzaq qalmaq istəyirsənsə, əvvəla heç kəsi qınama. İkincisi, heç kəsi dilinlə sancma. Vay o günə ki, kimsə sənin sancdığın sözdən evinə qəmgin gedə, gözündən yaş axa, kədərlənə. Heç kəsə dil yarası vurmamaq, söz ilə ürək sındırmamaq çox tapşırılmış xəbərdarlıqlardandır. İnsan bəzilərini görəndə ehtiyat edir ki, yersiz atmazaları ilə yenə məni məsxərəyə qoyacaq, yenə onun yanındakı eybimi açacaq, stolun üstünə sərəcək. Mən məsxərə obyekti olacağam, mənə güləcəklər, mənə sancacaq. Bax, elə insanlar olur axı, məclisdə oturursan, dostlarla bir ürəyin açıq şəkildə deyib güləndə görürsən ki, səndən bir pis şəkildə zarafat eləyən və yaxud da bir eybini bilən biri gəldi, dilxorçuluq səni basır ki, indicə ondan danışacaq. İndicə ondan danışacaq olan adamın vəziyyəti ağırdır. Hər xətamızı, səhvimizi cəmaatın içində söyləyənlər olur, Allah onların eyblərini örtməyəcək. Eyiblər örtən Allah ona baxıb örtəcəkdir. Başqasının eybini örtəndən elə o da Səttaril Uyub kimi davranacaqdır. Əli əleyhissalam buyurur ki, kim öz dilini saxlasa, Allah da onun eybini örtər. Bu qədər sadə. Söz o qədər möhtəşəmdir ki, söz o qədər möhtəşəm bir varlıqdır ki, bir nemətdir ki, onunla dünya və axirət evini abad eləyə bilərsən. Sözlə öyüd verəsən, nəsihət eləyəsən, dua eləyəsən, zikr eləyəsən, Quran tilavət eləyəsən, moizə eləyəsən, haqqın difasında istifadə eləyəsən sözünü, salamlaşasan, xoş söz deyəsən, keyfhal eləyəsən, təşəkkür eləyəsən, minnətdarlıq eləyəsən, bir nəfərin bir könlün alasan, ürək-dirək verəsən. Və dediyim kimi əvvəlcə dedim, bunları qoyub qeybət də eləyə bilərsən, söz də daşıya bilərsən, arada vura bilərsən, xəbərçilik də eləyə bilərsən, tənə də eləyə bilərsən. Həzrət Peyğəmbər buyurur ki, bəzən insan Allaha xoş gələn sözlər danışır. Biz elə gəlir ki, danışdıq vəssalam. Peyğəmbər deyir ki, görək o xoş sözlər nə olur? Bəzən insan Allaha xoş gələn sözlər danışır və həmin sözün hara çatacağını belə güman eləmir. Allah həmin sözün səbəbinə öz razılığını qiyamət gününə qədər ona yazır. Məsələn, bir adam işə başlayanda sən də mütəxəssis kimi ürək-dirək verirsən ki, narahat olma, yaxşı olacaq, ürəkli ol. Bəzən sənin bu sözün bir motivasiya olur ki, o həyatda öz yerini tutur. Və yaxud bəzən bir ailənin dağılmasının qarşısını alırsan, bir davanın qarşısını alırsan, bir qanın qarşısını alırsan bir sözlə. Bilirsiniz də, hətta o yerdə yalan uydurmağa da icazə verilir. O sənin haqqında belə demişdi, səndən belə danışır o. Sözün o sözlərdən oldusa, Allah həmin sözün səbəbinə öz razılığını qiyamət gününə qədər ona yazır. Bəzən də nə olur? İnsan Allahın qəzəbinə səbəb olan söz danışır. Və həmin sözün çatdığı yeri də hara çatacağını, yəni güman eləmir, gümanına gətirmir. Allah bu sözün səbəbinə öz qəzəbini onunla görüşəcəyi günə qədər onun üçün yazır. Öz qəzəbi o günə qədər ona yazılır.
hansı sözü danışacağımıza, sözdən necə istifadə edəcəyimizə özümüz qərar verməliyik ki, Ramazanda bağışlandıq və sonra bizim bu dilimiz, bu sözümüz bizi hara daşıyıb aparacaq. Vəssalamu aleykum və alə ibadillahis salihin və rəhmətullah. Salavat zikr edək. Allahumma salli ala Muhammed və ali Muhammed.